1970-ci ilin soyuq bir qış günündə, daha dəqiq desək fevralın 3-də Cəlilabad rayonunun Pakrovka, indiki adı ilə desək Günəşli kəndində Usta Rəsulun ailəsində bir oğlan dünyaya gəlir. Adını Zöhrab qoyurlar. Bu ad bu oğlana təsadüfi verilməmişdi. Zöhrab isminin mənası aydınlıq, günəşin və ulduzun parıltısı deməkdir. Siz bu filmdə Zöhrabın böyüdükcə ətrafına necə işıq saçdığını, neçə-neçə ailənin evində çıraq olduğunu görəcəksiniz. Kasıb bir ailənin 4-cü uşağı idi. Atası Rəsul kişi ustalıq edərək əlinin qabarı ilə qazandığı çörəklə böyütmüşdü övladlarını. Zöhrab müəllim kasıb ailənin üzvü olubdu. Ancaq o kasıb ailənin üzvlüyünə baxmayaraq ən ədalətli, zəhmətkeş insanın oğlu olubdu. Onun haqqında demək olar ki, bir dənə haram şey onun qidasında tapılmaz. İnsanın deyir, halal şeydən qidalanması onun cismani bədəninə təsir edir. Həm də o halal şeydən qidalanması onun ruhaniyyəsinə təsir edir. Ata, valideyn, ana halal şeydən qidalanıbsa, onun ailə üzvlərində də mənfi xüsusiyyətlər olmayacaq. Çox insanpərvər övladlar yetişdirəcək. Bu haqqında danışdığım Zöhrab müəllim ən zəhmətkeş, bunu demək istəyirəm, ən zəhmətkeş halal bir ailədə böyüyüb, boya başa çatıb. Onun demək olar ki, qidasında, ailə üzvlərinin qidasında bir dənə haram şey mən görməmişəm. Çünki 60-cı ildən bəri mən bu haramı kəndin xüsusiyyətlərində, evlərində, ailəsində hamını demək olar ki, qərəzsiz tanımışam. Zöhrab müəllimin atası Rəsul kişi usta olubdu. Öz təri ilə, baltası ilə, mişarı ilə dolanıbdı. Zöhrab müəllimin atasının, Rəsul kişinin o zəhməti ilə, təri ilə çörək qazanıb, mən ailə sayını düz deyə bilmərəm. Ancaq bilirəm ki, ondan yuxarı onun ailə üzvləri olubdu. Onların hamısını halal zəhməti ilə dolandırıb. Onların qidasında haram şey olmayıbdı. 1977-87-ci illərdə elə həmin kəndin orta məktəbinə yollanan Zöhrab uşaq vaxtlarında çalışqanlığı və məsuliyyəti ilə öz yaşıdlarından seçilirdi. Zöhrab mənim ən sevimli şagirdlərimdən olub. Yaxşı riyaziyyatçı olub. Onun hətta sənədlərini də mən ali məktəbə mən vermişəm. Onun tələbə biletindən qabaq qəbul kağızını da ona mən alıb vermişəm. Yəni imtahanları o verib, qalan bütün sənəd falan işlərinə mən kömək eləmişəm. Zöhrab həm də sadə bir oğlandı. Çünki o sadə, zəhmətkeş ailəsindən çıxıb. Allah bütün insanların hamısını xoşbəxt günlərə calasın. Rəsul Həmzətov rəhmətliyim bir yaxşı sözü var idi. Deyirdi, mənim babam mənim beşiğimin başına yazdırıb. Nəvəm Rəsul, keçmişliyə tapança atma, gələcək səni topa tutar. Bizim bu şagirdimiz Zöhrab bu şüarla yaşayan oğlan olub. Yəni o heç vaxt keçmişinə tapança atmayıb. Heç vaxt keçmişinə o başqa hisslə baxmayıb.
o bugünkü günləri yaşayarkən həmişə əvvəlki günləri onun həmişə gözünün qabağında olur. Mən bunu belə başa düşürəm. Çünki onun bu günləri oturub durduğu, yoxladığı insanların hamısı rəhmətli atası kimi sadə peşə adamlar olublar, sadə insanlar olublar. Elə bu çalışqanlığın məntiqli nəticəsi kimi Gürcüstan Dövlət Universitetinə daxil olur və inşaat mühəndisliyi üzrə təhsil alır. 1993-cü ildə universiteti bitirdikdən sonra Soyuq Sibirdə öz biznesini qurur. Sadəlöv Zöhrab 1997-ci ildə dostlarının vədi üzərinə cibində $100 ilə tanımadığı, dilini bilmədiyi bir ölkəyə üz tutur. Böyük ümidlərlə getdiyi Almaniyada heç nə gözlədiyi kimi olmur. Onu ora dəvət edən dostları vədlərinə xilaf çıxır. Hətta onu qarşılamağa belə kimsə gəlmir. Yad ölkədə kimsəsiz qalır. Günlərlə vağzallarda gecələyir. Cibində son $3 qalan zaman qarşısına elə adamlar çıxır ki, ona dəstək olur, işlə təmin edir. Demişdik axı, Zöhrab zəhmətkeş ailədə böyüyüb. Qanında olan zəhmətkeşliyi və əzmlə günün 16 saatını dayanmadan işləyir. Gecəsini gündüzünə qataraq məqsədinə çatmaq üçün çalışır və ustanın oğlu yad ölkədə, Almaniyada 2003-cü ildə öz inşaat şirkətini qurur. Bugün artıq Avropanın bir neçə ölkəsində böyük layihələr altında imzası olan Zöhrab müəllim keçmişini və ölkəsini unutmur. Bugün də cibində qalan son $3 evində saxlayır və ona baxaraq hansı günlərdən keçdiyini xatırlayır. Qürbətdə olsa da ürəyi hər an Azərbaycanla döyünür. Qayğısını və diqqətini heç vaxt doğma kəndindən əsirgəmir. İş adamları demək olar ki, respublikada çoxdur. Ancaq məsələ budur, hansının ürəyi genişdir, hansı o qazandığı, halal qazandığı ehtiyat pul vəsaiti ilə kimə kömək eləyə bilər? Ona ürək lazımdır. Pulun xərclənməsinə ürək lazımdır. Biznes qura bilərsən. Ancaq o biznesi onu Allah rızasına onu xərcləməyi ürək lazımdır. Ürəyin geniş olmalıdır. Ürək, hər adamda o ürək olmur. Zöhrab müəllim demək olar ki, mən onu o qədər sevirəm ki, o imkansız ehtiyacı olan şəxslərə yardım eləyir, kömək eləyir. Bu özü həm dini cəhətcə, həm dünyəvi cəhətcə böyük ehtirama malik olan şəxsdir. Gördüyümlərindən mən əsasən görmədiyim, bilmədiyim şeyləri danışa bilmərəm, heç danışmamışam da. Amma kətdə, bizim kətdə elə imkanlı adamlar çox olub da. Ancaq o ürəyə sahib olan, Zöhrab kimi şəxsin ürəyinə sahib olan adam mən az görmüşəm. Zöhrab müəllim həqiqətən Allah insanın qəlbin bildiyinə görə o qədər dərəcədə ona şərait yaradır ki, imkan yaradır. Nə qədər kasıba, nə qədər ehtiyacı olan adamlara hörmət eləsin, o qədər də Allah sənə o qədər də böyük imkan yaradır. Zöhrab müəllim haman şəxslərdən biridir. Mən tanıyandan Zöhrab müəllim yaxşılıqdan başqa pislikləri olmayıbdır. Ancaq çalışıb ki, kəndinə, imkansız adamlara köməklik eləsin. Həm maddi cəhətcə, həm mənəvi cəhətcə. Onun kənd üçün, ölkə üçün nə işlər görübsə, bu işləri mən sadalamıram. Məsələn, tutaq ki, hər hansı imkansız ailəyə kömək eləyib, yaxından onun hər hansı düzəlməyən işlərinə kömək eləyib, onu müəyyən vəziyyətə gətirib çatdırıb. Bunları biz əksəriyyətini görməmişik. Nə mənada görməmişik?
bunu hiss eləmişik. Amma bunu o bilindirməyib ki, falan kəsə falan iş görülüb, falan olub, bəsməkən olub, belə şeylər olmayıb. Amma o bu işlərinə fəxr də eləməyib. O bunu özünün borcu bilib ki, mən bu kəndin oğluyam, bu rayonun oğluyam, bu ölkənin oğluyam, mən bu işləri görsəm daha yaxşı olar. Bax, onun fəxr elədiyi iş budur. Yaşadığım bu qısa dövr ərzində kənddə görülən işlərdən ən vaciblərindən biri o idi ki, məktəbə gedən yol vəziyyəti yaxşı deyildi. Yəni biz məktəbə gedən zaman qışda əsasda çox çətinlik çəkirdik. O yolun düzəldilməsində Zöhrəb müəllimin payı çox böyük olub. Həmçinin həmin o məktəb ərazisindən keçən yol, məktəbə aparan yol, yolun o bir tərəfinə keçəndən sonra kəndin qəbirstanlığına gedir və kənddə ölüm hadisəsi baş verən zaman qış aylarında yenə dediyim kimi çox çətinlik olurdu. Lakin o yol abadlaşandan sonra, kanalın üstündən həmin körpü çəkiləndən sonra artıq kənd sakinlərinin işi daha da asanlaşmağa başladı. İndi də şükür ki, hamı rahatlıqla həm məktəbə gedə bilir, həm dəfn eləyə bilirlər ölüm olan zaman. Təkcə məktəbə gedən yol yox, həmçinin məhəllə ərazisində olan həyətlərin qarşısında ağacların əkilməsi, abadlıq işlərinin aparılması, səkilərin, piyada səkilərinin düzəldilməsi, bu işlərdə də Zöhrəb müəllimin rolu böyük olmuşdur. Təbii ki, bu işləri görülməsində əsas məqsəd kənd sakinlərinin, əhalinin, onların yaşayışının, həyat fəaliyyətinin daha da yüksəlməsinə gətirib çıxartdı ki, bu həm kənd əhalisinin, həm bizim, həm məktəbli uşaqların, həm yəni böyükdən balacaya hər kəsin yüksək qiymətləndirdiyi bir işdir. Və özüm ali təhsilli bir gənc olaraq, yəni təhsil həyatında müəyyən bir addım atmış biri olaraq qeyd edə bilərəm ki, ölkə ərazisində və ölkə xaricində, xüsusilə də Zöhrəb müəllimin yaşadığı ölkəyə gedən tələbələrin oradakı həyat fəaliyyətində, onların təhsil almasında, onların belə deyək, yaşayış yerlərlə təmin olunması və yaxud da təhsillə bağlı yaranan çətinliklərin aradan qaldırılması, maddi, mənəvi, hər hansısa bir köməyə ehtiyacı olan zaman, təbii ki, mənim bunlar öz tanıdığım insanlar da var və çox böyük köməklər göstərilib həmin tələbələrə. Təkcə ölkə kənarında yox, yəni bizim öz yaşadığımız kənddə də bir neçə xüsusi imtiyazlı ailələr var ki, bayram günlərində, yeni ildə, Novruz bayramında, Qurban bayramında, Ramazan bayramında onlar üçün Zöhrəb müəllimin xüsusi bir yardım kampaniyası var. Hər il bu təkrarlanır. Artıq bir neçə ildir ki, hətta mən 5 ildən çoxdur səhv eləməsəm, bu yardım kampaniyası təkrarlanır. Məsələn, hər hansısa bir şəxsin dükana, mağazaya, marketə olan borclarının bağlanması, həmin ailələrə qida, ərzaq, geyim kimi köməklərin olunması, bunlar həqiqətən də çox təqdirə layiq hərəkətlərdir və kənd əhalisi tərəfindən yüksək qiymətləndirilir və kəndin inkişafına çox böyük təkan verir. Zöhrəb müəllimin haqqında çox şeylər söyləmək olar. Həqiqəti danışmaq çox gözəl olar. O Şeyx Nizami Gəncəvinin bir sözü var, deyir, eşqinlə atəşə dön, nifrətinlə buza dön. El yolunda günə dön, aya dön, ulduza dön. Yaxşılığı əzəldən adət etsən özünə, yaxşılığın hər yanda qapı açar üzünə. Zöhrəb müəllimin bu yaxşılığın üstündə Allah Teala həmişə onun qapısını açıq eləsin. Bütün qonum qonşuların, o cümlədən hər iki tərəfi, yolun hər iki tərəfinin çərçivəsində hər bir şeyin öz hesabına düzəldib Allah kömək olsun. Amma məktəbin yolu, məktəbin körpüsü, xeyirxah işlərdə çox gözəl iştirak eləyibdi. Hamının xeyrinə, şərrinə köməkli eləyibdi. Nətər anladım ki, başa bilirsiniz necədir? Bu düz sözü demək həyatda hər adama nəsib olmur, amma həqiqəti danışmaq hər şeydən gözəldir. O çox böyük zəhmətlər çəkib bizim bu kənddə. Əlsiz ayaqsızlara əl tutub. Kimsəsizlərin heç yiyəsi bilinmədən kim tərəfindən hara gedilib, onu bərpa eləyibdir, göndəribdir. Hər bir vəsaitlərin yerinə yetiribdir. Gözəllik yaradıb öz ətrafında, öz
evlərimizin ətrafında, qonşuların ətrafında. O gözəlliyin qədrini bilmək lazımdır. Ağaclar əkib, güllər əkib, hər bir şeyin gərək qədrini bilək. Nətər deyim, onu qoruyaq, saxlayaq. O biz üçün eləyib onu, özü üçün eləməyibdir. Həyat müvəqqəti dünyadır. İnsan bir gün dünyanı gedir, amma onun etdiyi əməllər, gözəlliklər yerində bərpa olur. Körpə uşaqlar dünyaya gələndə deyirlər ki, bu ağaclar nətər olub, bu əkilib. Onda deyəcəklər ki, inşallah, bunu Zöhrab müəllim əkibdir. Bu da bir xatirədir. Gözəl və əziz xatirədir. İnşallah Allah bütün cavanlara, millətə ömür versin. Bu körpələr də hamısı başa salmaq lazımdır ki, bunu filan kəs əkib. Məsələn, Zöhrab müəllim əkib. Onun qədrini bilin. Bir də belə şey ələ düşməyəcək. Hər oğlun, nətər deyim, ürəyində belə bir Allaha xeyirxahlıq eləmək yoxdur. Xeyirxah insanlar təsadüfi yaranır. Amma biz onun qədrini əməlli bilmirik. Ona görə bilmirik ki, necə deyim, onun əkdiklərini suarmırıq, vaxtında suarmırıq, baxmırıq da demək olar ki, belə səylənkar yanaşırıq. Elə eləmək lazımdır. Elə eləmək lazımdır. Əslində onu qoruyub saxlamaq, biraz da nətər deyim, yaşıl gözəllik yaratmaq. İş adamı olmaqla yanaşı mədəniyyət və incəsənəti sevən Zöhrab müəllimin ətrafında hər zaman incəsənət nümayəndələri olub. Bu da onun sözə və musiqiyə qiymət verməsindən irəli gəlir. Mənim Zöhrab müəllimlə tanışlığım bir neçə il bundan öncəyə təsadüf etmişdi. Yadıma gəlir ki, bir neçə il öncə Almaniyada çox gözəl bir, möhtəşəm bir tədbir baş tutmuşdu. Və tədbirdən sonra bizim dostumuz, həmkarımız, Azərbaycan Respublikası əməkdar artisti Babək Neftəliyev xanəndə dedi ki, sahib, əgər başqa bir işiniz yoxdursa, bizim burada bir həmyerlimiz, dostumuz, bir böyük qardaşımız var. Yəni Babək o insanla çox gözəl münasibəti var idi öncədən. Çox istərdik ki, biz onunla görüşək. Əgər sizin vaxtınız varsa, hamımızı dəvət edir. Düşündüm ki, mən idim orada və bizim bir neçə musiqiçi dostlarımız var idi orada. Bir 3-4 nəfər idik. Dedi, yəni narahatçılıq olmazsa, yəni təbii ki, məmnunluqla görüşərik. Hamımız boş idik. Və konsertdən sonra deməli bizim belə deyək, çox gözəl bir qarşılanma məqamı ilə bir yerdə, Berlindən bir qədər kənarda, yəni bir evə dəvət aldıq. Və o vaxtdan söhbət olar hardasa bir 3 il yarımdan öncə və bir nəfər bizi qarşıladı. Belə deyək, çox isti, çox mehribançılıqla, çox vətənpərvər və məlum oldu ki, bu insan Zöhrab müəllimdir və uzun illərdir artıq Almaniyada yaşayır, artıq Almaniyada belə deyək, fəaliyyət göstərir və çox belə deyək, vətəninə sadiq, vətənini sevən, vətənpərvər. Yəni bir çox azərbaycanlılar, bir çox sənətkarlar əgər o eşidibsə ki, oradadılar, mümkün deyil ki, Zöhrab müəllim onlara yəni baş çəkməsin, həmin konsertdə iştirak etməsin, öz qayğısını, öz diqqətini həmin o insanlardan əsirgəməsin. Və belə tanışlığımız yarandı və ondan sonra sizi inandırıram ki, elə qismət alındı ki, mən tez-tez Almaniyaya gedib gəlirəm ümumiyyətlə, səfərlərim olur. Məhz Berlin şəhərinə tez-tez gedəsi oldum. O illərdən sonra, demək, ildə bir neçə dəfə Berlin şəhərində konsertlər olurdu. İstəyir Mədəniyyət Nazirliyi tərəfindən, istəyir Azərbaycan Respublikasının Fövqəladə və Sərhədli Səfirliyi tərəfindən dəvət alırdıq. Mütləq ya konsert öncəsi, ya konsertdən sonra, yəni konsert bitəndən sonra biz Zöhrab müəllimlə görüşürdük, onun evində qonaq oluruq. Sonra Azərbaycana gəlir, Azərbaycanda biz onunla görüşürük. Hər dəfə belə deyək, söhbət edirik onunla. Çox isti münasibətimiz var. Yəni bu insan çox diqqətçildir öz dostlarına qarşı, öz qardaşlarına qarşı, öz yəni həmvətənlərinə qarşı. Hətta sizi inandırıram ki, dünyanın hansı başında olursa olsun, o tez-tez səyahət etməyi sevən insandır. Ona hər zaman yəni telefon açanda və yaxud da hər hansı bir yəni bir söz yazanda hər zaman mütləq şəkildə onu cavablandırmağa çalışır. Hətta bir də görürsünüz ki, yəni işlə bağlı kiminsə başı qarışıq olur, yəni bizim özümüzün də başımız qarışıq olur, amma Zöhrab çox tez operativ bir şəkildə yəni hər zaman cavablandırır. Çox diqqətli insandır. Yəni ətrafında olan insanlar, sonra yadıma gəlir ki, biz həmin o tədbirlərə Respublika əməkdar artisti digər bizim gözəl bir xanəndəmiz Təyyar Bayramova bir yerdə getmişdik. Ondan sonra Zöhrab Bakıya gəldi
Biz Təyyar müəllimlə bir yerdə onun evində də olduq. Ona çox gözəl diqqət göstərdik. Sonra Bakıya gələndə bax burada bizim bir çox dostlarımız var ki, əməkdar artistlərimiz, Ehtiram Hüseynov, İlkin Əhmədov və digər dostlarımızla bir yerdə bir məclisdə, bir söhbət edirik və Zöhrab müəllim həmişə Bakıya gələndə mütləq şəkildə əgər kimin vaxtı varsa, Bakıdadırsa, dostları ətrafına toplayır, onlara öz məhəbbətini göstərir, onlara öz diqqətini göstərir, öz qayğısını göstərir. Yəni çox gözəl həmsöhbətdir, çox maraqlı bir həyat tərzi keçmiş bir insandır. Çünki o həyatında çətinlikləri çox olmuşdu, mənə danışmışdı. Yəni bizim təbii ki, yaş fərqimiz vardı. Məndən yaşca böyükdür. Amma hər zaman deyir ki, məsələn mən çox çətinliklər görmüşəm, çox çətinliklərdə keçmişəm. Yəni həyatı doğrudan maraqlı keçmişdir və bu gün şükürlər olsun ki, doğrudan da belə deyək, öz sənətində, öz sahəsində öz yolunu tapmış, özünü təsdiq etmiş bir insandır. Amma heç bir zaman yenə deyirəm, ətrafında olan dostları, qonşularını, mən oradakı onun Alman qonşuları ilə olan mehribançılığını gördüm orada, o evə gəlirdilər. Yəni Zöhrabla bağlı çox sözlər demək olar. Bir neçə kəlmə ilə ona demək istəyirəm ki, doğrudan da Zöhrab müəllimə mən təbrik edirəm, onun belə deyək, yubileyi ərəfəsidir. O yubileyini təbrik edirəm. Allah ona can sağlığı versin. Birinci doğrudan canı sağlam olsun. İnsanın ən vacibi o həyatda qiymətli olan can sağlığıdır. Sonrası hər zaman ailəsi, Allah saxlasın, onun gözəl övladları vardır. Onların toyunu görsün inşallah, onları öz əli yer etsin və hər zaman dostları ətrafından əksik olmasın. Zöhrab müəllim, sizi təbrik edirəm, bağrıma basıram və sizin hər zaman üzünüzdəki o xoş təbəssümü Allah Taala sizdən əksik etməsin, canlı sağlam olsun. Mən Zöhrab barəsində nə qədər istəsəm danışa bilərəm. Mənim əlimdə faktlarım var. Onun necə insan olmağına görə, yəni yaxşı cəhətdən. Və mən fəxr edirəm ki, biz Zöhrab qardaşımla bir elin, bir torpağın balasıyıq. Allah elə oğullarımızı çox eləsin. Qoy o bizim gənclərimizə örnək olası bir insandır, nümunə olası bir insandır. Əmim oğlum buradan salamlayıram. O qərib ellərdədir, Almanya torpağındadır. Həm orada, həm də Azərbaycanda böyük bir nüfuza malik bir insandır. Xeyriyyəsi bir insandır. Həmişə kasıbın, ehtiyacı olanların, imkansızların yanında olan bir insandır. Heç baxarsan Zöhraba, deyərsən, ay Allah, yəni bunda özündən böyük ürəyi var. Mən onu inanın, sübutlarla deyirəm. Allah elə oğullarımızı var eləsin, çox eləsin. Mənim həmişə o yanımda olub. Mən gözləmədiyim o mənə addımlar atıb. Bir də görmüşəm ki, biz deyərəm elə Cəlilabad rayonunun bir qonşu kəndlərindən kəndə, bir də mənə kənddən zək gəlib Bakıya ki, ayılsın. Belə bir falan şey gətirmişlər bura, pay, hədiyyə gətirmişlər. Onu Zöhrab qardaşın göndərib, sənin ünvanına. Mən özüm də o xarakteri insanam, açıqlamıram. Mən burada Zöhrab qardaşımın ünvana deyirəm. Mənə həmişə dəstək olmaq istəyib, həmişə istəyib ki, özü oradan Almaniyadan zəng edir ki, əmi oğlu, bəlkə biz səndən harca çətinlik olar, mən sənin yanındayım. Demişəm, Zöhrab, çox sağ ol. Elə sənin bu mənə dəyərin, bu sözün hər şeyidir. Amma onunla bərabər o adam yenə də öz yaxşılığından qalmır. Elə bir mən üçün işlər görüb, çox mənə köməklər eləyib. Allah onun bağları xoşbəxt eləsin. O Emilio bala, Milana bala, onların ikisinə qadasını alıb. Əmi oğlu, çox söhbətlər sənin varsa deyə bilərəm. Allah səni qorusun. Zöhrab müəllimi təbrik eləmək istəyirəm ilk əvvəl. Can sağlığı arzulayıram. Mən hər zaman Zöhrab müəllimə deyirəm ki, siz bu həyatda bütün arzuladığınız uğurlara çatmısınız. Əsas sizə hər zaman sizi sevən insanlar can sağlığı arzulamalıdırlar. Mən belə düşünürəm ki, ümumiyyətlə sevdiyim insanlara, hörmət etdiyim insanlara yalnız ilk növbədə can sağlığı arzulayım. Ondan sonra yerdə qalan işlər əlbəttə ki, Zöhrab müəllim və onun timsalında olan bütün dəyərli Azərbaycanımızın oğulları harda olurlarsa olsunlar, onlar öz işlərini çox gözəl bilirlər, yaşamağı da çox gözəl bacarırlar. Mən buradan təşəkkür eləmək istəyirəm sizə ki, Zöhrab müəllim haqqında belə bir sujeti hazırlayırsınız və mən də açığı Zöhrab müəllim haqqında danışmaq həm asandır mənim üçün, həm çətin. Asandır ona görə ki, yəni yalnız xoş sözlər söyləyə bilərəm. Çətindir də ona görə ki, o cür zarafatçıl insan, o cür səmimi insan, o cür sənəti, səhnəni, sənətkarları sevən bir insan haqqında əlbəttə ki,
bütün məqamları, bütün zarafatları, bütün nə bilim açıb danışmaq bir balaca özü gərək burada olsun ki, özü də bizə bir balaca müdaxilə eləsin. Əsas odur, can sağlığı arzulayıram sizə, uzun ömür arzulayıram. Balalarınızın hər zaman gözəl günlərini görməyi sizə arzu edirəm. Bu arada Zöhrab bəyin gözəl balaları var. Çox qəşəngdilər, maşallah. Mən onları izləyirəm. Bildiyiniz kimi onlar Azərbaycanda yaşamırlar, ümumiyyətlə xarici dövlətlərdə yaşayırlar. Mən onları hər zaman izləyirəm. Onlar balacadılar, hamı mənim fanatımdır, mən də onların fanatıyam. Öpürəm sizi Zöhrab müəllim. Hər zaman yanımızda olun. Sənəti, səhnəni sevən bütün insanlar bizim ən yaxın dostlarımızdır. Öpürəm sizi. Qəriblikdə yaşayan bizim qeyrətli, şəxsiyyətli el oğlumuzdur, dəyərli kişidir, dəyərli oğlandır. Onun ad günü münasibətilə mən təbrik edirəm, uzun ömür, can sağlığı arzu edirəm. Zöhrab müəllimlə mütəmadi olaraq arada vaxtımız olanda, Zöhrab müəllimlə vaxtında əlaqə saxlayırıq, öz dəyərli tövsiyələrini verir. Zöhrab müəllimlə danışanda bir gün Amerikadan gəlir səsi, bir gün İspaniyadan, dünyanın dörd bir tərəfindən onun səsini eşidirik, Allah ona can sağlığı versin. Övladlarının xeyir işin, gözəl günlərini qismət eləsin, biz dostları da çağırsın, dəvət eləsin, bu məclislərdə sevə-sevə iştirak eləyək. İncəsənətə bağlı bir insandır, incəsənət nümayəndələrindən çox dostları var, çox dəyərli insanları tanıyır və xüsusilə də sənətkar, istedadlı adamlara dəyər verir, qiymət verir. Ona görə də biz həmişə Zöhrab müəllimi ilə danışanda sənətdən danışırıq, gözəl söhbətlərdən danışırıq. Özünün gözəl məsləhətləri var. Dünya görmüş qardaşımız da görsən o məsləhətlərdən verir. Efirdə bir çıxışımız olanda zəng eləyir. Deyir, baxdıq. Burada belə olsa daha yaxşı olardı. Görürəm ki, bəli, düz deyir. Ona görə də hər zaman onun diqqətinə görə biz onu çox istəyirik, dəyər veririk. Nə vaxtda gəlir ölkəmizə, Bakı şəhərinə gəlir, öz dostların axtarır, tapır, görüşür. O qədər dostları var ki, Zöhrab müəllimi o qısa müddətdə hamısını bir araya salır. Görüşə bilməsə belə telefon əlaqəsi saxlayır ki, gəlmişəm, buradayam, nə sözünüz, nə tapşırığınız və yaxud gəlməmişdən deyir ki, nə isə lazımdırsa, nə isə ürəyiniz istəyirsə gətirin. Belə bir şəxsiyyətli qardaşımızdır. Allah canını sağ eləsin, Allah gözəl günlər qismət eləsin. Hər zaman biz də onu bir dost kimi hər zaman yolunda durmağa hazırıq. Zöhrab müəllimin gördüyü işlər, xeyirxah işlər, xeyirxah əməllər sayısı hesabsızdır. Bunu hər kəs bilir. Zöhrab müəllimin istər kiçik, istər böyük, dost çevrəsi çox geniş. Hər kəs onun xətrini çox istəyir. Hamımıza əziz insandır. Xarici ölkədə yaşamağına baxmayaraq, Allah böyük dövlətdə yaşamağına baxmayaraq, Azərbaycanımızı orada təmsil edir. Orada sayılıb seçilən iş adamlarından biridir. Ona işində karyerasına uğur arzu edirəm. Zöhrab müəllimin haqqında danışılacaq sözlərimiz çoxdur. Allah onun canını sağ eləsin. Ona uzun ömür, bir daha can sağlığı arzu edirəm. Biz ondan fəxr edirik ki, belə bir Azərbaycanımız var. Xarici ölkədə Azərbaycan layiqincə təmsil edir. Böyük bir nüfuza malikdir. Biz də onun qardaşları, dostları həmişə onun qulluğundayıq. Amma Zöhrab müəllim xarici yerində Almaniya gedəndə bizi aeroportdan necə qarşılamağı, necə təntənədən qarşılır, necə yola salır. Biz orada özümüzü sanki Bakıda hiss edirik. Bir daha onu təbrik edirəm, Allah uzun ömür can sağlığı versin. Fevral ayının 3-ü 56 yaşını qeyd edəcək Zöhrab müəllim ailəlidir. Milana adlı qızı və Emilio adlı oğlu var. Biz də öz növbəmizdə filmin yaradıcı heyəti olaraq Zöhrab müəllimə yeni yaşında uğurlar və can sağlığı arzulayırıq. Adınız kimi hər zaman parlaq olun. Berlindəki günəş hər zaman parıldasın. Bu günlər mən bir mənalı şəkildə bir müəllim kimi Zöhrab müəllim işlərinə 5 verirəm, əla verirəm.